şərəfsizlər şərəfsizlərin əli ilə daşıdıqları. Bəli, biz bunu sübut eləməliyik ki, bu Azərbaycanın milli sərvətidir, bizimdir. Burada var, həmişə olacaq. Mən də sağ ol, Elçin, çox sağ ol qardaşım. Mən də elə Elvin qardaşıma da sağ ol deyirəm. İnşallah əziyyətimizi çəkir. İnşallah avtomobil, maşın o kişiyə aiddir, sağ olsun, onun sahibidir. Əziyyətimizi çəkir. Elvin, çox sağ ol səndə qardaşım. Allah səndən də razı olsun. Deməli, bizim inşallah gedəcəyimiz təbii ki, qardaşımız dedi, Tural iştirakçımızdır, eyni zamanda da yaxşı qardaşdır, yaxşı kişidir, yaxşı insandır. Mən onunla bərabər bütün iştirakçılarımızın hər birinə uğur arzu edirəm. Allah gözəl nailətlər nəsib eləsin və uşaqlarımız, dostlarımız, qardaşlarımız necə deyərlər, bu mərhələdə üzü açıq, anlı açıq çıxsınlar inşallah. Təbii ki, bu bir nəfərin adına aid deyil, ev üçündür bu, ev üçün deyil. Ona görə də qazanacaq, yəni göstərilən nəticələr hamısı bizim göyərçi sevərlərin adına yazılacaq. İnşallah böyük uğurlar arzu edirəm, yüksək uğurlar arzu edirəm. Necə deyirlər, nailiyyətli uğurlar arzu edirəm hər kəsə, yəni qrupumuz olan hər bir kəsə, hər bir qardaşa. İnşallah bu qədər. Allah yolumuz açıq eləsin, bu da görürsünüz, bax. İnşallah gedirik. Bütün sürücülərdə Allah qorusun. Yəni sükər arxasında olan bütün qardaşlarımızın necə deyirlər, yolu həmişə açıq olsun, ipək olsun. Sağ olun, var olun. Salam qardaşlar. Hamımızı salamlayırıq. İnşallah hardan? Səlyanı Xıdırı kəndindən. Tural qardaşımız yanından. Mənlə bərabər Elçindir, Elvin qardaşımızdır. Turaldır. Bir də Turalın bacısı oğlu. İlqar. İştirakçımızdır. Gəldik, ziyarət eləyək, görək. Hoş gəldiniz. Həm özü də qardaşdır. Özü də mərfətli oğlandır. Allah can sağlığı versin. Valla kuşbaz var, yaxşı kuşları var, gözəl kuşları var. Eşidirik, bilirik. Ancaq valla özünün adamlığı yoxdur. Ancaq oğlan da var ki, maşallah elə göyərçinləri də əladır. Özü də maşallah gözəl insandır, gözəl kişidir. Allah yaxşıların canını sağ eləsin. Bu quşlar haqqında məlumatınız var. Elçin, sən özün də danışarsan inşallah. Maşallah, Allah bərəkət versin. Tural qardaşımızın quşları. Göz önündə nə deyək, görünən dağa nə bələddir. Allah malına bərəkət versin. Allah sizə bərəkət versin. Bu çox saçıq köhnə damlan, xalis göyərçinlərin çıxışı, onların... Bəli, bəli. Maşallah, maşallah. Allah bərəkət versin. Bunlar tutulma anlatıyor. Ən çoxsa əmin. Elvin necədir qardaşım, ha Elvin? Yaxşıdır. Bax, Elvin də bu bizim qardaşımızdır. Bax, bizlə bərabər gələn yoldaşlardan biridir. Xoş gördük, ha Elvin sən, əziz qardaşım. Bu da Turaldır. Həmişə siz gələrsiniz. Həqiqətən şad oldum sizin gəlməyinizə. Sağ ol dedi, sağ ol. Allah sizin köməyiniz olsun. Sizin əziyyətiniz çoxdur. Allah əziyyətinizi itirməsin. Çox sağ ol, əziz qardaşım. Sənə də kadralarda bir iki kəlmə. Sağ ol qardaş, Allah malına bərəkət versin. Yəni düşündüyüm kimidir də, yəni fikirləşdiyimiz kimidir. Allahın izni ilə inşallah qardaşımızın meydanda nəticəsi də ürək açan olar, uğurlu olar, bizi sevindirər. Allah malına bərəkət versin, əziyyət çəkilibdir. Burada böyük əziyyət var, yəni hələ belə başa gəlmir də. Yəni bu görünən çox böyük əziyyətin bəhrəsidir. Zəhmətin, əziyyətin bəhrəsi, düz. Bəli, dəhşət zəhmət çəkilib ha, yəni gecə gündüz olmuyor. Bir Allah şahiddir ki, gecə gündüz zəhmət çəkilib. İnşallah ki, axıracan da elə belə qalsın. Amin, amin, amin. Biraz geri çəkilək, balalar, pərvazlanırlar. Amin qardaş, amin. Amin. Maşallah, maşallah. Allah bərəkət versin, Allah bərəkət versin. Allah bərəkət versin.
Səlyana və digər rayonlarımıza bir daha salamımız olsun. Allah can sağlığı versin yaxşı qardaşlara, yaxşı dostlara. Bu da bizim o Tural qardaşımızın həyatidir. Yəni onu görsinlər. Allah malına, mülkünə bərəkət versin. Çox dəyərli bir qardaşdır. Sadə insandır, səmimi insandır və mərd insandır. Allah malına, mülkünə bərəkət versin. Hər kimi çatır dəndəşdirdik. İnşallah iştirakçımızdır. Gəlmişik ki onu ziyarət. Hə, gördüm. Tural, bu səndir ha. O sarablax çəkildi düşdü ora. Onun Tərpətmə, tərpətmə. gətir bəriyə, o qaldı o yanda. Arda. Setkan. Hə, qardaşlar, inşallah Allah bərəkət versin. Allah min bərəkət versin. Həqiqətən maşallah olsun. Çəkili də yarışda çan quşda da, elədir? Hə, maşallah. Qırmızı əblaqda. Niyə? Yana baxma, elə şeyə çox baxma. Adam var, quşların hamısı belədir, sərçə quyruq, elə 2 saatdan aymış. Hə, onlar hamısı şeylər, boş şeylərdir. Nisbi şeylərdir. Göz çıxarlı çəpnət bala 15 tüküydü, neçə tüküydü? 7-20, 7-30, 7-40. Böyle ki, şov göstərirdi. Bir dənə söz deyim, belə sənin quşların usta orijinallığı yerindədir ha. Bakıdakı kimi deyil. Səndə kat quyruqlar yoxdur elə. Sənin quşların normaldır. Yəni, quruluşları sağlam şeydir. Değerli dostlar, inşallah keçən il bilirsiniz də, Tural qardaşımız iştirakçı oldu, yaxşı da nəticə göstərdi. Maşallah, göyərçinləri də hamıya bəllidir, uçuşu da. Yəni küləksiz hava, tam durmuş havada. İstiliyi dərəcəsindən asılı olmayaraq. Yəni nə qədər şiddətlisi olsa, sadəcə olaraq hava sakit olsun, bu quşlar o havaya öyrəşib. Yəni belə deyək də, sakit havada daha yaxşı nəticə verir bu quşlar. İnşallah özü də yağın ki deyər, ehtiraf eləyər ki, bu belə az külək olarsa bu quşların uçuşuna təsir eləyir. Külək olmasa daha yaxşı uçulur. Yəni, isti olsun, amma o xəzri mehv olsun, gilavar olsun, elə şey axtarmamışım. Ancaq sakit hava olsun. Sakit hava olsun. Maşallah olsun. Allah bərəkət versin, Allah xeyirlisin, nəsib eləsin, gələk, görək, uçurdaq, yaxşı nəticələrimizi görək Allah'ın. Sağ eləsin, bu yarışda olanları da hamısına Allah razı edirəm inşallah, yaxşı nəticələr olsun. Birincilik olmaq şərt deyil, hamı da inşallah yaxşı nəticə olsun, ürəyi açıq, hər kəsin ürəyi can olsun. Yəni, birinci bir nəfər olacaq öz yerində, amma yaxşı nəticə başqa şey. Əsas o ki, yaxşı nəticə olsun. Çox sağ ol Tural, dediyin sözlərə görə sağ ol. Biz də sənə uğraz edirik, Allah'ın izniyle. Yaxşı uğraz edirik. Salam əziz qardaşlar, əziz dostlar, əziz izləyicilər. Hal-hazırda Səlyan şəhərinin Xıdırı kəndindənik.
Orada biz Tural qardaşın qonağıyıq. İnşallah iştirakçımızdır. 2025-ci ilin Günlər Meydanında mən də varam adı altında keçirilən yarışlara dəstək verib və qoşulmuşdur. Xatırlayırsınızsa, keçən ildə Tural qardaşımız həmin bu həyətdən, bu məkandan, bu göyərçinlərdən, yerli cinslərimiz olan bu gözəl göyərçinlərdən qatılmışdı yarışımıza. İndi Tural, əziz qardaşım, bir daha səni salamlayıram. Mən də hər kəsi salamlayıram. Sizə xoş gəlmisiniz. Həqiqətən şad oldum gəlməyinizə. Yaxşı kişilərə qapınız həmişə açıqdır. Allah can sağlığı versin. Yarış İnşallah hazırlıqlar necə gedir əziz qardaşım? Nətərdir vəziyyət ki? yaxşıdır şükür Allaha. İndi axıra kimi yaxşı olsun, nəticəmiz də yaxşı olsun inşallah. Hələ ki quşların sağlamlığı nəzərən problem yoxdur. Çünki sağlam olsalar inşallah uçmağı da ki sizin özümüzdən asılıdır. Uçacaqlar inşallah. İnşallah Nəticələr yaxşı olar inşallah. İnşallah ki ürək açan olmalıdır. Keçən ildən bu ilə də biraz da təcrübə artır. Çox təcrübə. Keçən il çox səhv elədim. İnşallah bu il eləmərik. İnşallah. Hava məsələsi əsas sizdə havaları, bax hava da şərtdir də quşun uçuşuna bilirsən də. Yəni elə normal havası. Necə seçirsiniz? Hansı üstünlüyü verirsiniz? Bizim hava elədir ki, mən elə hava axtarıram ki, külək olmasın. O xəzri mehi deyirlər, gilavar mehi deyirlər. Əgər sakit olsa daha yaxşı olar. Yəni tam sakit hava daha yaxşı. Daha yaxşı olar. İstiliyi fərqi var. İstinin problemi yoxdur. Bizdə isti onsuz isti olur. İstiyə quşlar öyrəniblər, amma yəni mehsiz hava daha yaxşı olur. Deməli normal tam sakit havada. Tam sakit havada daha yaxşı olurlar. Əslində indi Elçin qardaşım da burdadır. Elə həmin vaxtı elə olanda mən belə başa düşürəm ki, quşlar daha yaxşı öz gücünü göstərirlər. Hava adətən külək quşun qanadının işləməsində, onun uçuşunda ona müsbət təsir göstərə bilir. Ancaq hava sakit olanda artıq quş öz gücünü göstərməyə çalışır. Bu da quşun öz fiziki gücündən çox asılıdır, onun cinsindən çox asılıdır ki, həmən günün nəticəsi yaxşı olarsa deməli bu yaxşı qana, yaxşı cinsə malik olmasının bir nümunəsidir, bir xəbər deyərək də işarəsidir. Bizim o xəzri olanda göyərçinləri yorur. Həm də yəni xəzri olmur, olanda da güclü olur. Ağacın başını yerə bayıb elə xəzri olur. Yəni o elə şiddətli küləklər olur. O da ki Allah uzaq düşməsin də. Quşlar göydə olanda düşdü, atır qırağa. Bir dənə o qorxduğumuz odur. Başqa o gilavar mehi olsun, elə şeydən, yəni o istindən problem yoxdur. Bir dənə o güclü, birdən-birə güclü xəzri çıxır. Deməli, əsas o ki, sakit hava olsun da. Sakit hava olsun, hə. İsti olsun, amma sakit olsun. Elxan müəllim, Tural onu demək istəyir ki, biraz bək danış, çünki mikrofondadır, oradan səs şey olmayacaq. Sən onu götür, oradan danış. Götür, yenə də keçirdərsən ona. Yox, başla şey, aysa, danış. Elxan müəllim, bunun, yəni Turalın deməyi odur ki, məsəl üçün bizdə Bakıda, Bakı ərazisində dəniz qırağı kəndlər var da. Məsəl üçün Nasosnudur, Coratdır, Novxanıdır, Pirşağıdır, Bilgəhdir, Buzovnadır, üzü belə gedir. Şurabatdan daha Qartalın burnuna kimi. Bəli, bəli. Həmin ərazilərdə, gilavarı dənizə düşən ərazilərdə quş tutmaq, Turalın dediyi kimi, əlverişlidir. Quşu patok atır. Yorur. Bəli, aparır. Gilavar quşa imkan vermir də, quşu boğur. Gilavar isti küləkdir. Orada da patoklar yaranır, quşu boğur, dartır. Kilometrlərlə atır. Burada xəzrinin həmin effekti verməyinin səbəbi odur ki, bizim gilavarımız dənizə düşdüyü kimi, Turalgilin xəzrisi burada dənizə düşür. Elə bil ki, yəni burada xəzri gilavarın rolunu oynayır, oradakı gilavarın. Ona görə quş 100 kilometr, 200 kilometrlərlə quruqdan uçuş yerindən çıxa bilir. Bəli. Çox sağ ol. Buyurun. Belə amma normal havada, yəni o xəzri var ha, elə bir ki 30-35 metrə küləklə. O xəzriyə düşməsə gedmə ehtimalları, göydə axıb getmə ehtimalları yəni çox azdır. O göydə oturub gözləyirsən ki, bu pervarot deyilir da,
Pervoroda düşdü, getdi. Yəni onu pervorod da ki, belə başa düşürəm ki, çox güclü külək olmur da. Dairəvi külək. Yəni fırladır. Hə, Göy buruqlanır. fırlanır. Göy buruqlanır. Hə, elə pervorod çox olan deyil burada. Yəni az rast gələrsə. Amma o güclü küləyə düşməsə, yəni getmə ehtimalı çox azdır. Çox sağ ol, məlumat üçün əziz qardaşım. Bir daha təşəkkür edirəm. İnşallah inanıram ki, növbəti yarış günü, yəni qismət olsa bu həyətdən, bu məkandan Allah nəsib eləsin, gözəl uçuşlarımızı tamaşaçılarımıza göstərək və Canımız sağlam olsun gözəl inşallah. uçuşları göstərək. Ləzzət alsınlar, baxsınlar. Çünki biz bir neçə nəfərin quşlarını bəyənmişik, göyərçinlərini bəyənmişik. Onun da biri sənsən Tural. Deyirəm, Allah yəni deyirəm. köməyiniz olsun. Allah bərəkət versin. Amin. Allah bütün dostlarımızı, bizi dəstəkləyən qardaşları var eləsin. İnşallah videolarımızı bəyənin, paylaşın. Çox xahiş edirəm. Abunə sayında qoy artıq ola. Çünki hələ biz 10 minə çatmamışıq abunə olaraq. Hansı ki bizdən zəif, belə deyək də adi xarici blogerlərin işlərinə baxırıq. Bir neçə ay ərzində görsən ki, abunə sayı 10 minləri keçir. Ona görə də xahiş edirəm bu barədə, bu mənada dəstək verin. Bir daha təşəkkür, bir daha uğurlar. İnşallah növbəti çəkilişimiz inanıram ki, bu meydandan olacaqdır inşallah. İnşallah. Dəyərli qardaşlar, görürsünüz, hal-hazırda elə çəkilişimiz davam edir. İnşallah bu da bizim İlqar qardaşımızdır. Həqiqətən keçən ildə görüşmüşdük. Zəhmətkeş dayısına. Düzdür, dayısı deyil, dostdular. Yaşları az fərqləri var, ancaq ən azından görürsən dəstəyini verir. Belə qardaş kimi, dost kimi hərəkət edirlər. İlqar, xoş gördük sənəz qardaşım. Salamlayıram, hər kəsi, xoş gəldiniz. Gələn ayaqlarınız var olsun. Sağ ol əzim, sağ ol. Allah sizin canınızı sağ olsun. İnşallah bu illərim kömək eləmirsən. Yəqin ki, yaxşı da bağları almısınız. Biraz əvvəl danışdıq elə Tural'la. İnşallah ya, bu illəri yəni gözləntimiz böyükdür. İnşallah. İnşallah, yəni Allahın özünün köməkliyi ilə. İşte yaxşısını saxlamaq lazımdır. Biz də yəni seçib burada nə var, hamısının yaxşısından yəni əmələ gətirmişik. İndi az da olsa da şans da yaxşı şeydir, şans olmalıdır. Bəli, bəli. Yəni o şanssız oldun, həmin günü uçmazsa, yəni o bizim təqsirimiz deyil. Amma yayın o 60 günü var ha, burada havalar yaxşı keçir. Lüboy vaxtı hava yaxşı olsun, külək olmasın. Bizim qapımızı açsın, göyə buraxmağa quşumuz var. Hə, maşallah. Elə Tural da biraz əvvəl dedi ki, hava sakit olsun. Hə. Bizim quşlarımıza inşallah sağlam olsalar uçacaqlar Allah qoysun. Yəni haçaq qapını tezdən gəlsin ki, mənim quş uçur, o problemi yoxdur. Hinə girək, yəni ən azı bir 25-30 dənəsin yəni göyə buraxmağa quşumuz olur, həmişə. Ay maşallah. Az ki belə olanımız budur. Allah bərəkət versin Allah qardaş, çox şükür gözəl. olsun. Yəni əlimizə götürmüşük. Yəni 5 ildir biz belənçiyinə yəni olub bizdə çoxdandır belə yəni belə quşlarımız var. Biz 5 ildir, 6 ildir professional saxlayırıq. Bala getdi göyə mart ayında qayçılıyırıq ki, yəni bu bizə yayda lazım olacaq. Amma halbuki ya əvvəllər heç biz o qayçiləmirdik. Mart, aprel ayı, may ayı gördün çıxıb gedirdi. Bəli, bəli. Balanın o qızğın vaxtında, uçmağa həvəsli olan vaxtı. O özümüzdə yəni proses keçirmişik ki, bu qayçiləmək lazımdır, kəsik yapmaq lazımdır. Yay mövsümündə rahat olsun quş Bəli, uçurmağa. onun qızğın vaxtıdır, o başı çıxmır, qalxır. 5 saat uçmalıdır, uçur 7 saat, qapıya düşərmir, çıxır gedir. Biz deyirik ki, o quşdadır günü. Amma 4-5 ildə o prosesi aparırıq ki, yəni o saxlamaqdan çox şey asılıdır. Bəli. Yəni o biz bunların üstündə proses keçirmişik. Yəni burada quşlar var. 30 ilin, 35 ilin qanı var burada. Çəklər var. Allah, yəni onlar Rəhmətli əmin elə Turalın əmisinin quşlarıdır. Biz elə o kişini də Allah qəni-qəni rəhmət eləsin. Ümumiyyətlə dünyadan köçən o ağsaqqallar ki var, iz qoyublar, necə deyirlər, nəyisə əmanət qoyublar. İstər göyərçində, istər başqa belə lazım olan mal olsun, əmanət olsun. Allah o kişilərə qəni-qəni rəhmət eləsin. qalanlara da Allahdan can sağ olsun. Həmişə deyir ki, nə rəngi olur olsun, uçmadısa o lazımdır. Yəni saxlam. Yəni rənginin fərqi yoxdur. Allah o kişiyə qəni-qəni rəhmət eləsin. Bu belə deyək, belə ən yaxşı söz elə budur ki, bu mülkdür. Yaxşı cins mülkdür. Bu mülkü qoyub gedib. Allah o kişiyə qəni-qəni rəhmət eləsin. Bəli, hər cinsi də qorumaq olmur, hər cinsi də saxlamaq olmur. 3 gün qabaq çağırdı mənə ki, get filan quşları götür oradan. Dedim ki, qoqasınlar, düzün inşallah duracaqsan. Rəhmətli 3 gün qabaq. 3 gün qabaq. Ölümündən, vəfatından. 3 gün qabaq. Getdim, Maraqlı getdim sözdür. gördüm ki,
oğlu götürüb. Həm oğlu. Bir gün mən eləyincə götürüb aparıb. Gəldim dedim ki, həmən götürüb aparıb. Çağırdı ki, onları ver. Sən məhv edirsən, ver Turala. Rəhmətli deməli öz oğlu aparmışdı. Aldı, verdi mənə. De ki, yox, ver Turala. Tural qədrin biləcək. Allah rəhmət eləsin. Bəli, Allah şahid ki, biz görürük həmən əmanət necə qorunub Tural tərəfindən. Həqiqətən Tural yəni ömrün günü həsr eləyib buna müəllim. Allah hamd olsun. Yəni bu çətindir, əziyyət tələb eləyir, zəhmət tələb eləyir. Həqiqətən çox çətindir. Bu necə quş saxlayır? Yəni evi arxasında da bu uçurdurdu. Yəni elə o çox saxlamırdı onda 30-35. Yəni sezona 10-15 dənə balana girirdi. Ya axıra 2 dənəsi, 3 dənəsi gözə şirin nə qalır, elə qalır. Amma yox indi maşallah, maşallah. Tural sən də çox sağ ol ki, yəni əhdinə necə deyirlər, vəfalı çıxdın da ən azından. Allah sizin canınız sağ eləsin. Verilən tapşırığı layiqincə qorumusan. Gücünüz çatandan sizin Allah köməyiniz olsun. Böyük rolunuz var göyçinlərin ürünləri düzəlməyində. Sağ ol da, sağ ol. 10 il bundan qabağa baxanda hansı həyətə girirdin? Qarıbaş, qırmızıbaş, başqa sortda göyçinlər. İndi maşallah görürsən ki, ayrıca öz kəndinizdən deyirəm. Hamı demək olar ki, 80% quş saxlayır kəndini. Sən görürsən ki, bir-iki dənə həyətdə olarsa elə bir şey. Görürsən, hamı diqqət edir ki, problem olmasın quşlarla. Maşallah. Allah sizdən də razı olsun. sağ ol müəllim. Allah Siz əziyyət çəkirsiniz, biz yaxşı şeylər göstərsiniz, biz də çəkirik, rahat oluruq da. San quşun bir Gözümüz sirri yaxşı var. şey görür də, əziz qardaşım. Elədir müəllim. Allah köməyiniz olsun. San quşun bir sirri var qardaşım. Uçurdub bunu saxlamalısan. Uçmayan quşu saxlama yine. Yəni bu əsas işin prinsipi budur. Bəli, bəli. Yəni bundan uçmur ki, filan kəs verib qətilədim, bundan bala aldım, tökdüm ora, hə, onun axı olmur. Yəni bu kişi o prinsiplə ömür boyu saxlamayıb. Deyir amma 5 il professional saxlayır. Yəni ondan qabaq yəni bu gözün açın. Mən şəxsən 96-cı ildə indi yaşımız az olsa, yəni bu quş barəsində stajımız var da, yəni gözümüzü açıb quş görmüşük. Bunun iş prinsipi o olub ki, qardaş, uçurdub, bu bunun xoşuna gəlib, 2 il, 3 il yəni oynamağı, yerindən çıxıb gəlməyi, bunlar hamısı quş üçün şərtdir. Uçur 7 saatdır yoxdur, gəlir Arandan, İrandan. O iş deyil. Uçurdub, kəsib bala alıb. Yəni bu beləçinə əmələ gəlib bunlar. Kim verir versin, uçurdub baxmadan qoşmaram. Bəli, görməlisən, tanımalısan, bilməlisən. Tutmuşam burada, quş tutmuşam, hal-hazırda burada. 2 il uçurdumuşam, indi 3 dəfə bala almışam. Yine balasını yoxlayacağam. Xoşum gəlməyəcək, balasını da özündə azdıracam. Bilmirik axı bu nə? Bu şeykalar var. Şeykaları indi müəllim göstərəcəm. Bunun babaları var burada. 9 quyruqdur. Hə, maşallah. 9 quyruq. Yəni elə bir göyərçin. Onu zəhmət olmasa varsa göstərə bilərsən. Mən kadrı saxlayıram burada. Hə, bir dənə zəhmət olmasa. Hə, budur, hə, həmən o. Hə, bu. Bir dənə 9 dənə bunu quyruq. uclarını kəsmiş elə. Hə, bu qanad quyruğa vurdu. Hə. 5, 6, 7, 8, burada 9. Bir də onun belə də, belə də. Elə aşağıdan tut, görürsün də yolu olmamalı. Hə, bildim. Yox, o ehtiyac yoxdur. Yox, çıxmır, lələyin çıxmamağını deməsən. Yox, maşallah görünür. 7, 8, Gözəl kadr oldu. 9 quyruq. Bəli, biz bunu bu günləri gördük. Yüngül göyə, yüngül göyə. yerə armud. Göyə, göyə. Hə, maşallah. Armud formasında. Maşallah, maşallah. O quş Çox gözəl çəkiliş oldu. Hə, o məndən böyüdü bu həyətdə onun köçə. Şeykalan, bu şeykalarda hamısı ondan çıxıb. Allah bərəkət versin. O elə ilişdi qaldı ki, elə bir ki, o xatirə kimi də başa düşdün. Gözlənilmədən o bala ilişdi qaldı burada. Allah bərəkət versin. Çox gözəl. O kadrda həqiqətən yaxşı oldu. Əziz qardaşlar, əziz dostlar, əziz izləyicilər. Şükür olsun Allaha ki, bu günlər bax Tural qardaşımızı gəldik, gördük, ziyarət elədik. Bura Səlyanın Təcəbə kəndidir. Biraz əvvəl videoları demişdim. Allah bütün yaxşı qardaşların canı sağ eləsin. Yəni elindən, yurdundan asma olaraq hər tərəfdə olan dəyərli dostlarımızın hamısını Allah var eləsin. İnşallah bugünkü gündə Elçin Abbasovla, Elvin qardaşımla, İldar qardaşımla, Turalla bir yerdə və sən qardaşımızla bir yerdə olduq. Gözəl bir, səmimi bir söhbətimiz oldu. Çox sadə, necə deyirlər, ürəyimiz istəyən bir, necə deyirlər,
görüş oldu. Allah bu görüşlərimizi davamlı eləsin. Allah birliyimizi əbədi eləsin. Mehribançılığımızı əlimizdən almasın. Amin, amin. Çox xoş oldu. Elvin sən də çox sağ ol. Əziyyət çəkdin qardaş. Başını sürdün. Allah səni var eləsin əziz qardaşım. Amin. Digər yoldaşlarımız da qısa da sözlərində etsinlər. İlqar buyur əziz Sağ qardaş. olun, sağ olun kardeşler geldiğinize göre. Allah'dan müsaade etsin. Hasan gelsin. Bizim bu kapı sunucumuz olsun. Sağ ol əzizim, sağ ol. Şundan hoş oldu. Allah köməyin olsun. Şadlığa gələk. Esin qardaş Hem buyur. sen bize. Allah canı sağ eləsin. Sanma can sağ olun. Sağ ol. Ramazan günündə gəlmişik. Allah Taala Tural qardaşımızın ocağından əksik eləməsin. Amin qardaş. Amin. Bərəkət bu ocaqda cəmləşsin. Amin. Amin. Çox sağ ol. Çox sağ olun. Xoş gəldiniz. Şad oldum gəldiniz. Allah sağ Allah olsun. sizin canınızı sağ eləsin. Sağ ol. Sabah gəlsiniz. İnşallah qapınızı açın. Allah səni var eləsin. Gəlişdə inşallah görüşəcəyik. İndi sən də bir kəlmə de əziz qardaşım. Allah malına mülkünə bərəkət versin. Allah əziyyətli yerə Amin. Cümlə. İnşallah əziyyətli yerə qalmasın. İnşallah. Çox sağ olun, var olun. Var olun. Xıdırıdan bütün Azərbaycan bölgələrinə salam olsun inşallah. Sağ olun. Ağrım. Allah səni var eləsin.